بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام وما اختلف الذين أوتوا الكتاب إلا من بعد ما جاءهم العلم بغيا بينهم ومن يكفر بآيات الله فإن الله سريع الحساب فإن حاجوك فقل أسلمت وجهي لله ومن اتبعني وقل للذين أوتوا الكتاب والأميين أأسلمتم فإن أسلموا فقد اهتدوا وإن تولوا فإنما عليك البلاغ والله بصير بالعباد إن الذين يكفرون بآيات الله ويقتلون النبيين بغير حق ويقتلون الذين يأمرون بالقسط من الناس
فإذا جمعناهم ليوم لا ريب فيه ووفيت كل نفس ما كسبت وهم لا يظلمون. قل اللهم مالك الملك تؤتي الملك من تشاء وتنزع الملك ممن تشاء وتعز من تشاء وتذل من تشاء بيدك الخير إنك على كل شيء قدير. تولج الليل في النهار وتولج النهار في الليل وتخرج الحي من الميت وتخرج الميت من الحي وترزق من تشاء بغير حساب. لا يتخذ المؤمنون الكافرين أولياء من دون المؤمنين ومن يفعل ذلك فليس من الله في شيء إلا أن تتقوا منهم تقاه. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil ferecahum. Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün 10 iyul 2026-cı il tarix və bugün əslində şəhadət günüdür. 4-cü məsum imam Kərbəla qəhrəmanlarından biri Hazreti İmam Ali ibn Hüseyin el arasında Zeynül Abidin kimi ve İmam Səccad kimi tanınır. Bir rəvayətə görə bugün şəhid olduğu gündür. Mən bu münasibətlə başda İmam Zaman ağa olmaqla bütün Əhl-i Beyt dostlarına və İslam inqilabının müəzzəm rəhbəri Ayətullah Seyyid Mustafa Xamneyi cənablarına, digər məraciyə və dəyərli izləyicilərimizə təsliyyət deyirəm. Allah bizi inşallah məsumların şəfaətindən və ziyarətindən uzaq salmasın. Əziz izləyicilər, bugün eyni zamanda biz İran ABŞ münasibətlərində toxunacağıq və bilirsiniz ki, artıq 3 gündür Amerika ABŞ İranla bağladığı razılaşmanı pozub, arada eskalasiya, gərginlik artıb və yenə də biz həm qarşılıqlı söz duelini müşahidə eləyirik, həm də qarşılıqlı hücumları biz görürük
və belə bir vəziyyətdə yeni bir sual ortaya çıxır. O sual da ondan ibarətdir ki, bu müharibənin qalibi kim olacaq? Biz bugün çalışacağıq bu sualın ətrafında var-gəl eləyək, sualı izah etməyə çalışaq və sualı cavablandırmağa çalışaq. Bu mövzularla bağlı bizim müzakirələrimiz olacaq qarşıdakı dəqiqələrdə. Mən yeri gəlmişkən dəyərli, sadiq, vəfalı izləyicilərimizi salamlayıram. Hər birinə təşəkkür edirəm və eyni zamanda YouTube-un qaydalarına uyğun olaraq xahiş edirəm ki, verilişi bəyənin, paylaşın. Kanala, Cavit Cabbarlı kanalına əgər abunə olmamışsınızsa, dərhal elə indicə abunə olun, yorum yazın və yorum yazarkən çalışın yəni mövzu ətrafında yorumlar olsun. Biz bu sualın cavabını bu günləri birlikdə axtaracağıq. Sizdən də xahiş edirəm ki, inşallah biraz aktiv olun, fikirlərinizi qeyd edin. Əzizləyicilər, bir şeyi də mən sizin diqqətinizə çatdırım ki, bilirsiniz biz artıq dünəndən etibarən video deməli canlılarımızı başqa bir formatda təqdim eləyirik. Bir proqram üzərindən əvvəl birbaşa YouTube-dan canlıya qoşulurdu, amma indi bir proqram üzərindən canlılarımızı təqdim eləyirik və baxış sayında həm canlıda qoşulanlar, həm də baxış sayında xeyli fərq var, xeyli azalma müşahidə olunur. Bu ola bilsin ki, proqramdan dolayıdır. Yəni biz birbaşa YouTube üzərindən canlıya çıxanda baxış sayı çox olurdu. Eyni zamanda canlıya qoşulan izləyicilərin sayı yüksək olurdu. Amma dünəndən etibarən deməli həm baxış sayı, həm canlıya qoşulan izləyicilərin sayında xeyli dəyişiklik hiss olunur, görünür. Mən izləyicilərdən artıq dərəcədə xahiş edirəm ki, bəyənmələri artırın, yorum yazın, paylaşımlar edin ki, bizim canlı digər insanların, digər izləyicilərin də qarşısına çıxsın və daha çox insan bizim deməli canlıları izləsin. Mən hər dəfə bu fikri səsləndirirəm. Əzizlər, bilirsiniz ki, biz canlını izləyicilərimiz çox olsun, baxış sayı çox olsun deyə biz deməli proqram təqdim etmirik, biz canlı açmırıq. Əslində biz deməli bizim fikirlərimiz, bizim canlılarımız daha çox insana, daha çox izləyiciyə çatsın deyə biz istəyirik ki, paylaşımlar çox olsun ki, bizim fikirləri, bizim sözləri və bunların əksəriyyəti də şəxsi fikirlər deyil, dinimizin, İslam dinimizin və Əhl-i Beyt yolunun, vilayət xəttinin, müqavimət hərəkatının düşüncələrini biz təqdim eləməyə çalışırıq. Ona görə də daha çox insanın bu düşüncələrlə tanış olması çox yaxşı olardı. Maariflənmə istiqamətində biz bu işləri görürük. Bu məqsədlə xahiş edirik ki, paylaşımı çoxaldın, dostlarınıza göndərin, sonra yorum yazın, kanala abunə olun, bəyənin ki, bizim fikirlər, canlılar çox adama çatsın. Xahiş edirəm, bir daha sizdən xahiş edirəm, mənə bildirin, səs və görüntünün vəziyyəti ilə bağlı, səs və görüntü necədir? Biz ondan sonra proqramı canlında danışmaq istədiyimiz mövzulara start verək, başlayaq. Sizdən gözləyirəm, səs və görüntü yaxşıdır. Tamella xanım, təşəkkür edirəm. Mən deməli xüsusən Tamella xanımdır, Mədinə xanımdır, sonra bizim çox dəyərli hacımız Hacı Ruhullah Axundzadədir. Bunlar bizim artıq kanalın daimi izləyiciləri olublar və ailənin üzvləridirlər. Mən hər birinə xüsusi təşəkkür edirəm. Əslində bizim bütün izləyicilər, biz yəni görürük, izləyicilərin əksəriyyəti bizim deməli verilişləri, proqramları izləyirlər. Amma bu adlarını çəkdiyimiz bunlar demək olar ki, artıq bizim kanalın daimi üzvləridirlər. Hər gün sədaqətli, vəfalı izləyicilərimizdəndirlər. Ona görə biz özümüzə borc bilirik ki, belə dəyərli
izləyiciləri təqdir eləyək, onların adlarını tez-tez qeyd eləyək. Əzizlər, dediyim kimi bugün bir rəvayətə görə Kərbəla qəhrəmanlarından biri Həzrət İmam Əli ibn Hüseyn, yəni İmam Səccad əleyhissalam və yaxud da Zeynül Abidin əleyhissalam adları bu cür tanınır. Cəmaət arasında, el arasında bu cür tanınırlar. Bu imamımızın şəhid olduğu gündür. İmam Əli ibn Hüseyn və yaxud da İmam Zeynül Abidin Mühərrəm ayının 25-i bugünkü gün Hicrətin 95-ci ilində Mədinədə dünyasını dəyişir və daha doğrusu şəhid edilir. O şəhid edilməsi Vəlid ibn Əbdülməlik, Allah ona lənət eləsin, bu Əməvi xəlifələrindən biridir. Vəlid ibn Əbdülməlikin vasitəsilə deməli bu şəhid edilir və qəbri şərifi də müqəddəs məzarı deməli Mədinə şəhərində Bəqi qəbirstanlığındadır. Mən bir haşiyə kimi deyim ki, Bəqi qəbirstanlığında bizim 4 məsum imamın məzarı var. Bunlardan biri Həzrət İmam Həsən əleyhissalamdır, bizim ikinci imamımız. Sonra 4-cü imamımız Həzrət İmam, bugün şəhadəti olduğu imam Həzrət İmam Əli ibn Hüseyn, İmam Səccad əleyhissalamdır, Zeynül Abidin. Və 5-ci imam Həzrət İmam Muhammed Baqir əleyhissalamdır. 6-cı imam Həzrət İmam Cəfər Sadiq əleyhissalamdır. Bu 4 imamın qəbri Mədinə şəhərində Bəqi qəbirstanlığındadır. Yeri gəlmişkən mən Zamanşünas adlı deməli izləyicimizi də salamlayıram. O da yeni gəldi. Bizim kanalımızın demək olar ki, ən sadiq izləyicilərindən biridir və həmişə də bizim kanala dəstək olur, canlı proqramlara yorum yazır, paylaşım edir, bəyənmə qoyur. Çox təşəkkür edirəm. Bütün izləyiciləri, yeni qoşulan izləyiciləri və xüsusən Zamanşünas adlı izləyicimizə də sayğılarımızı bildirirəm. Beləliklə, əzizlər, bəli, Bəqi qəbirstanlığını niyə mən xüsusi qeyd elədim? Bəqi qəbirstanlığı Mədinə şəhərində yerləşən bir tarixi qəbirstanlıqdır. Orada 4 məsum imamımızın mübarək cəsədi, bədəni, deməli, fiziki bədəni orada uyuyurlar, orada yatırlar. Və bu qəbirstanlıq, bu Bəqi qəbirstanlığı çox təəssüflər olsun ki, Vəhhabilər tərəfindən nəzarət altındadırlar. Onlar dəfələrlə bizim məsum imamlarımızın qəbirlərini dağıdıblar, tarmar eləyiblər. İndi bu 4 məsum imamın qəbri Bəqi qəbirstanlığında yalnız bir daş nişanı ilə bilinir ki, bu hansı imamın qəbridir. Yəni o imamın qəbirlərin Vəhhabilər orada dağıdırlar. Həcc mərasiminə gedənlər və Mədinə Məkkəni ziyarət edənlər bunu bilirlər, görüblər ki, Mədinə qəbirstanlığında, Bəqi qəbirstanlığında bizim deməli məsum imamların məzarları necədir? Əziz izləyicilər, biz Hüseynçiyik, biz İmam Hüseyn aşiqiyik və o vaxt ki biz İmam Hüseyn aşiqi olduğumuzu, Hüseynçi olduğumuzu iddia eləyiriksə, deməli biz Kərbəla müsibətini də, Kərbəla prosesini də yaxşı bilməliyik və Kərbəla qəhrəmanlarını da yaxşı tanımalıyıq. Kərbəla prosesi, bu hadisə 2 hissəyə bölünür. Biri qılınc və İmam Hüseynin və tərəfdarlarının şəhadət prosesi. İkincisi isə o prosesin, o Kərbəla Aşuranın deməli qiyamın fəlsəfəsini, məqamını, sonra mənasını dillə çatdırmaq, insanlara deməli bəyan eləmək. Bu da demək olar ki, şəhadət qədər önəmli bir məsələdir. Əslində bu 2 məsələ, həm şəhadət, həm onun fəlsəfəsini çatdırmaq, bunların hər ikisi bir yolun, bir ideyanın çatdırılmasında, genişlənməsində olduqca vacib elementlərdir. Kərbəlada da elə oldu. Kərbəlada İmam Hüseyn əleyhissalam şəhid olmaq İmam Hüseyn əleyhissalamın payına düşmüşdüsə, o şəhadət məktəbinin mahiyyətini, fəlsəfəsini, sonra və digər deməli o növbəti mərhələləri çatdırmaq, elan eləmək, bəyan etmək isə xanım Zeynəblə Həzrət İmam Əli ibn Hüseynin və Zeynül Abidin əleyhissalamın üzərinə düşmüşdür. Və məsum imam, biz indi deyə bilmərik, çox yaxşı elədi, pis elədi, amma hər halda, yəni həddimiz deyil,
bir kəlmə deməklə odur ki, bəli, məsum imamımız bizim Həzrət İmam Zeynul Abidin əleyhissalam çox məharətlə bu Kərbəla Aşurasını dünyaya çatdırdı. Öz dövründə deməli bunun təbyin elədi, bəyan elədi. Ondan deməli İmam Zeynul Abidindən qalmış bir əsər var, Səhifə-i Səccadiyə deyirlər. Təqribən 51 bənddən ibarətdir və orada deməli bir çox dualar toplanıb, elə dualar adı ilə çox deməli Şiə məzhəbində demək olar ki, Quran, Nəhcül Bəlağə və Səhifə-i Səccadiyə bu sıralama bu cür gəlir. Çox tövsiyə olunan kitablardan biridir. Tərcüməsi də var. Kim istəsə İmam Zeynul Abidin əleyhissalamla tanış olmaq istəyirsə, onun həmən o Səhifə-i Səccadiyə əsərinə müraciət etsə daha yaxşı olar. İmamı daha yaxşı tanımaq üçün bu deməli kitabı mütaliə eləmək çox yaxşı olar. Mən isə bu gün biz əgər İmam Zeynul Abidindən danışırıqsa, biz əgər Kərbəladan danışırıqsa, bu gün Məhərrəmin deməli 25-idir. Aşura təqribən 2 həftə bundan əvvəl baş verib və eyni zamanda deməli bizim hələ qara köynəklər əynimizdən çıxmayıb və İmam Zeynul Abidin əleyhissalamın da şəhadətidir. Biz söhbət bu mövzulardan düşmüşkən çox yaxşı olar ki, biz İmam Zeynul Abidinin Yezidlə dialoqundan bir parçasına müraciət edək. Bilirsiniz ki, əzizlər, Kərbəla hadisəsi baş verəndə Aşura günü o proses ki baş verdi, həmən gün İmam Hüseyin əleyhissalam şəhid edildi, onun yaxınları hamısı şəhid edildi. Ondan sonra deməli İmam Zeynul Abidin əleyhissalam qısa müddətə xəstə oldu, qızması vardı. Burada çox rəvayətlər var. Bəziləri onu bimar Zeynul Abidin kimi təqdim eləyirlər. Bu məsələ, bu yanaşma kökündən yanlışdır. Məsum imamların xüsusiyyətlərindən də biri məsum imamın sağlam olmalıdır və həmən deməli sağlam fiziki sağlamlıqdan söhbət gedir. Həmən Aşura günündə də imamımız sadəcə qısa müddətə biraz qızdırması oldu, biraz halsız oldu. O səbəbə görə halsız oldu, qızdırması oldu ki, İmam o dövrlərdə 24 ya 23 yaşındaydı. Tarix yazır ki, 23-24 yaşındaydı İmam Zeynul Abidin əleyhissalam və müharibəyə getmək, deməli meydana getmək ona vacib idi. Onun xəstələnməsi səbəb oldu ki, müharibə getməyin vaciblik hökmü onun üzərindən götürülsün və imam müharibə döyüşə, meydana çıxmasın. Çünki əgər meydana çıxardısa və imam mütləq orada şəhadətə qovuşacaqdı, başqa variantı yox idi. Ona görə də onun xəstələnməsi qısa bir müddətdə Allahın bir lütfü idi, bir iradəsi idi. Məqsəd də dinin ilahi höccətsiz qalmaması, dinin rəhbərsiz qalmaması kimi izah olunur və elə həqiqətdə bundan ibarətdir. Mən istədim ki, bizim dəyərli izləyicilərimiz bu həqiqəti də bilsinlər ki, əslində bizim 4-cü imamımız Həzrət İmam Zeynul Abidin əleyhissalam haqqında onun xəstədir, xəstə olub, bimardır filan bu ifadələrin işlədilməsinin uyğun olmadığı, yaxşı olub səslənmədiyini mən istədim ki, çatdıram və o qısa müddətə orada döyüşdə iştirak etməməsi üçün bir Allahın iradəsi idi. O hadisə baş verdi. Və ondan sonra deməli əsirləri təbii ki, İmam Zeynul Abidin də onların içindeydi. Onları gətirdilər Küfəyə, Übeydullah İbn Ziyadın sarayına, Allah lənət eləsin. Orada bunların dialoqları oldu və oradan sonra da gətirdilər Şama, Yezidin sarayına. Allah lənət eləsin. Yezid bilirsiniz ki, o dövr İslam xilafətinin başında duran bir şəxs idi və bütün deməli digər ölkələrdən o dövrdə indi o dövrün müasir dövlətlərindən nümayəndələr çağırılmışdı və o dövrdə İslam mərkəzi Şam şəhəri hesab olunurdu və İmam Hüseyin və tərəfdarları şəhid ediləndən sonra həmən o əsirlər hamısı Şam şəhərinə gətirildilər və Yezid də deməli bütün xarici qonaqlara, indi müasir dillə desək, xarici diplomatlara, xarici səfirlərə belə təqdim eləyirdi ki, güya Hüseyn ibn Əli dövrün xəlifəsinə qarşı qiyam eləyib və
hökuməti təhlükəyə salıb. Ona görə də Yezid və onun tərəfdarları bu deməli qiyam eləyən Hüseyn ibn Əlini öldürüb və bunu istəyirdi ki, dünyaya göstərsin. O dövr digər deməli ölkə səfirlərinə, nümayəndələrinə təqdim eləsin. Və beləliklə gətirirlər əsirlər kərvanının lənətli, Allah lənət eləsin, Yezidin məclisinə daxil olur, gətirirlər. İmam Yezidi görəndə buyurur ki, ey Yezid, Allaha and olsun ki, əgər Allahın Rəsulu bizi bu halda müşahidə etsəydi, səninlə nə edərdi? Yəni, belə bir girişlə başlayır. Şam əhalisi biraz çaşqınlıq içində qalırlar ki, onlar, çünki Şam əhalisi Yezidi Peyğəmbərin xəlifəsi hesab edirdilər. Elə bilirdilər ki, Yezid Peyğəmbərin xəlifəsidir. Burada bir haşiyədə mən tarixi bir məqama da toxunum ki, çünki Şam əhalisi zaten elə İslamı Muaviyyənin vasitəsilə tanıyırdılar. Orada Muaviyyə təqribən deməli 40 ilə yaxın orada rəhbərlik etmişdi. İkinci xəlifə, üçüncü xəlifənin dövründə, ondan sonra 20 ildə İmam Həsən, İmam Hüseynin dövründə təqribən 40 ildən biraz çox Muaviyyə Şamda xəlifə olmuşdu və Şam əhalisi o ətraf bütün hamısı İslamı Muaviyyənin dilindən, Əməvi dilinin, Əməvi İslamını başa düşürdülər. Onlar elə qəbul edirdilər. Onlar məsəl üçün Həzrət Əli əleyhissalamın hətta namaz qılması ilə bağlı müəyyən şübhələr vardı orada. Və burada da tarix yazır ki, Yezid deməli İmam Zeynul Abidin əleyhissalam Yezidin sarayına gəlib daxil olanda bu ilk cümləni belə başladı ki, dedi Yezid, əgər Peyğəmbər bizi bu halda görsəydi, nə edərdi səndən? Şam əhalisi Yezidə deməli təəccüb eləyirlər ki, və onda başa düşürlər ki, yox, bunların deməli bu İmam Zeynul Abidin əleyhissalam və öldürülənlərin Peyğəmbərlə hər hansı bir əlaqəsi var, bunların hər hansı bir rabitəsi var və bununla da demək olar ki, Yezidin ilk rüsvayçılığı buradan başlayır. Yezidin rüsvayçılığı buradan başlayır. Və çünki Yezid Şam əhalisini və eyni zamanda xarici qonaqları aldadırdı ki, deyirdi bunlar İslam'a ziddilər, bunlar müsəlman dininə müxalifdirlər, bunlar xəvaricdirlər və s. bu cür uyğunsuz, naminasib ifadələr işlədirdilər. Amma gəlib orada həqiqəti gördülər ki, bunlar əslində bu əsirlər Peyğəmbər ailəsidir, bunlar Peyğəmbər nəslindəndirlər. Belə bir vəziyyətdən sonra Yezid rüsvay olur, göstəriş verir ki, imamın qollarından zəncirləri açırlar. Qollarından zəncirləri açandan sonra imam irəli gəlir, Yezidə deyir ki, buyurur ki, Allah Yezidə lənət eləsin. Belə düşünməyin ki, siz bizi xar edəsiniz və biz sizi dəyərləndirək. Yəni, imam buyurur ki, elə fikirləşməyin ki, siz bizi xar edəcəksiniz, bizi əzəcəksiniz. Biz də elə sizə ləbbeyk deyəcəyik və biz də susacağıq və biz də sizin həqiqətən kim olduğunuzu bəyan etməyəcəyik, bildirməyəcəyik. Siz bizə əziyyət versəniz və biz də sizə əziyyət verməkdən əl çəkərik. Allah bilir ki, biz sizi sevmirik. Əgər siz də, imam deyir Yezidə, əgər siz də bizi sevmirsinizsə, sizi məzəmmət etmərik. Yəni, açıq şəkildə deyir ki, biz sizi sevmirik, siz də bizi sevmirsiniz. Yəni, burada bizi sevmədiyinizə görə sizi heç bir halda məzəmmət etmirik. Sonra Yezid, deməli, imamın bu cür məntiqi cümlələrindən sonra Yezid deyir ki, düz deyirsən, ancaq sənin atan və cəddin əmir olmaq istəyirdilər. Yəni, söhbət gedir İmam Hüseyn əleyhissalamdan. Yezid deyir ki, bəli, sənin atan, yəni İmam Hüseyn əleyhissalam əmir olmaq istəyirdi, yəni rəhbər olmaq istəyirdi. Deyirlər ki, məsəl üçün bunlar Kərbəla hadisəsi əslində deməli hakimiyyət uğrunda gedən bir savaş idi, Ərəbin savaşı idi filan filan. Ola bilsin ki, bu dialoqlardan istifadə olunur bəzi tarixçilər. Yəni Yezidin bu fikirlərindən istifadə edirlər. Ona görə bu məsələni atırlar ortaya və mövzunun mahiyyətini tam olduğu kimi təqdim etmirlər. Allaha həmd olsun ki, Yezid deyir ki, Allaha həmd olsun ki, onları öldürdü və qanlarını tökdü. Yəni Yezid deyir ki, sənin atan və sənin tərəfdarların, atanın tərəfdarları
hakim olmaq istəyirdilər, hakimiyyəti ələ keçirmək istəyirdilər. Allah da onları məğlub elədi, Allah da onları qanın tökdü. Yəni bu işin güya Allahın razılığına görə edilməsinə ehyan vururdu. Hətta bunu Muaviyyənin dövründə də bir neçə dəfə belə fikir səsləndirilib. Yezid də deyir ki, bəli, bu əslində bu özü bir ideologiyadır müsəlman aləmində bir ideologiyadır. Bütün günahların və yaxud da savabların Allah tərəfindən edilməsi insanın heç bir məsuliyyət daşımaması. Bu etiqadi kəlam bəhsidir. Ona görə də mən bu məsələ sadəcə bir cümlə ilə keçirəm. Atan qohumluğa riayət etmədi, bizim haqqımızı görməməzliyə vurdular. Mənim səltənətimə görə mənimlə döyüşə qalxdı və axırı da gördüyü kimi oldu. Yezid burada deməli özünü Qureyş bilir, hətta biraz da belə deyək də gileygüzar eləyir ki, güya biz qohum idik, siz gərək mənim səltənətimi qəbul eləyərdiniz və s. Yəni bu hər şeyi gətirir, qohumluq, ondan sonra tayfa, əşirət bu şeylərə bağlayır. İmam buyurur ki, İmam Zeynalabdin əleyhissalam, Allahümmə salli ala Muhammed və ali Muhammed, ey Muaviyyə və Hindin oğlu. Bilirsiniz, niyə Muaviyyə və Hinddir? Bunların hər ikisinin İslam tarixində çox deməli uyğunsuz və yaxşı olmayan tarixçələri var. Bu barədə də yəqin ki, izləyicilərin bəziləri məlumatlıdırlar. Yəni zaman gələrsə, uyğun zamanda daha doğrusu biz ehtiyac olarsa bunların da keçmişlərinə toxunarıq inşallah. Və burada bir kəlmə deyim ki, Muaviyyə və Hind bunlar, Hind əslində Muaviyyənin anasıdır. O ciyər yeyən Hind deyirlər. Burada isə ey Muaviyyə ilə Hindin oğlu deyə müraciət edir. Yəni sənin baban Muaviyyə, baba ananda, baba nənəndə Hinddir ki, hansı ki o, sən qohumluqdan danışırsan. Yezid ona dedi ki, biz qohumluqdur, siz mənim qohumluq haqqını tanımadınız. İmam da bu cür cavab verməklə əslində ehya vurur ki, sən hansı qohumluqdan danışırsan ki, hansı ki sənin atanın anası mənim atamın əmisini deməli ciyərini çıxartdı, yedi. Həmzənin ciyərini yedi. Bu hansı qohumluq idi ki, əgər qohumluqdan danışırsansa, qohumçuluq əlaqələrini birinci siz pozmusunuz. İmam bax, bu Hindin adını çəkməklə bu mesajı verir. Dünyaya gəlməmişdən qabaq rəhbərlik və hökumət mənim atama və nəslimə aid idi. İmam buyurur ki, sən elə özün dünyaya gəlməmişdin, Peyğəmbər idi, rəhbər, İslamın rəhbəri. Sonra mənim babam Həzrəti Əli idi, İslamın rəhbəri. Bədir, Ühud döyüşlərində Peyğəmbərin bayrağı atamın əlində olurdu. Ancaq sənin atan atasının və cəddinin bayrağını gəzdirirdi. Hansı ki, həmən Bədir, Ühud döyüşləri, bunlar bilirsiniz ki, Peyğəmbər Mədinədə olanda hicrətin 3-cü, ondan sonra 5-ci illərində Ühud və Bədir ardıcıl olaraq baş vermişdi. Həmən dövrdə də Yecidin atası Muaviyyə və onun babası Əbu Süfyan, onlar hələ müşrik idilər. Onlar bütpərəst idilər, Məkkədə yaşayırdılar və müsəlmanların üzərinə deməli qoşun yürütməklə, qoşun toplamaqla məşğul idilər. İmam Zeynalabdin əleyhissalam deməli bu mesajı verir ki, siz əslində deməli qohumluqdan danışırsan, qohumluq əlaqəsini siz pozmusunuz. Mənim atamın əmisinin ciyərini yemişsiniz. Ciyər yeyən Hindin nəvəsisən sən. İkinci, hansı ki Bədir Ühud döyüşündə biz İslamın bayrağını gəzdirirdik, amma siz deməli bütpərəstliyin bayrağını gəzdirirdi sənin ataların, babaların. Sonra deyir ki, ey Yezid, əgər bilsəydin ki, nə etmisən, atamın, qardaşımın, əmim oğlunun və ailəmin başına nə gətirmisən, dağlara qaçardın. Çınqıllıqda gizlənər və fəryad çəkərdin. Sonra Yeziddən istəyir ki, mənbərə çıxsın. İmam sonra deyir ki, bəli, mən istəyirəm mənbərə çıxım. Mənbər, çünki bu tribunadır əslində və mənbərə çıxır. Yezid əvvəl razı olmur, Allah lənət eləsin. Sonra o vəziyyət orada, o deməli sarayda
xarici qonaqların, yerli Şam əhalisinin tanınmışlarının qarşısında çətin bir vəziyyətə düşür və görür ki, imama deməli mənbərə çıxmaq üçün icazə verməkdən başqa bir imkanı yoxdur. Ona görə də imama icazə verir, imam çıxır mənbərə, xütbə oxuyur, xütbədə Kərbəla hadisəsinin mahiyyətini deyir və tarixdə yazır ki, oradakılar imamın xütbəsindən hamısı göz yaşı axıtdı, həqiqəti anladılar, başa düşdülər və bununla da Yezid bir daha rüsvay oldu ki, məlum oldu ki, yəni Yezid həm Şam əhlisini aldadıb, həm xarici qonaqları aldadıb. Əslində Yezidin və bunun ata-babasının İslam'a heç bir əlaqəsi yoxdur. Yezid də deməli onun bu çıxışından sonra etiraf edir ki, deyir mən səhv eləmişəm, üzr istəyir və bütün günahları tökür Übeydullah ibn Ziyadın üzərinə. Bilirsiniz ki, bu Yezid Kərbəla hadisəsindən sonra İmam Zeynul Abidin əleyhissalamın o cür məntiqli çıxışlarından sonra, bəlağətli danışığından sonra İmam Hüseynin və digər deməli İmam Hüseynin başının kəsilməsi və digər insanların şəhid edilməsində böyük peşmançılıq çəkir və hətta bu peşmançılığı, bu cinayəti tökür Übeydullah ibn Ziyadın, hansı ki Übeydullah ibn Ziyad Küfə şəhərinin rəhbəri idi, başçısı idi və o bu Kərbəlada baş verən proseslərə o rəhbərlik eləyirdi. Übeydullah ibn Ziyad rəhbərlik eləyirdi. Allah lənət eləsin, məqamı deməli cəzasını şiddətli eləsin inşallah. Və əzizlər, burada Yezid əlbəttə bu etirafla, bir etirafla və üzr istəməklə iş bitmir. Burada əsas elə o dövrün Yezidi Allah lənət eləsin, hiləgərcəsinə burada bir gediş eləyir. İstəyir ki, cəmaatı aldatsın. İndi necə məsəl üçün Azərbaycanda və digər bəzi yerlərdə İlham Əliyev, yəni ölkə başçıları İlham Əliyev müəyyən cinayətləri törədirlər və cəmaatın etirazını görəndə bir deməli günah keçisi axtarmış kimi bir məmurun üstünə atırlar. Hə, bu qərar verdi, bu elədi. Biz bu oyunları deməli öz dövrümüzdə də tez-tez görürük. Sonra imam deməli imamdan soruşur ki, Yezid deyir ki, mən üzr istəyirəm, bu işləri mən görməmişəm, bunu Übeydullah ibn Ziyad eləyib. İmamdan soruşur ki, nə istəyirsən bizdən? Yəni bizdən istəməyin nədir? İmam bir neçə şey istəyir. Deyir ki, bəs əsirləri azad eləyəcəksən, şəhidlərin bastırılmasına icazə verəcəksən, bir də Mədinə şəhərinə deməli qayıtmağa icazə verəcəksən. Elə də olur, bir müddət orada qalanlar Şamda qalırlar. Və əslində Şamda neçə gün qalırlar və s. Bunlar haqqında mübahisəli məqamlar var, amma deməli Şiə məzhəbində ən çox qəbul edilən tarix budur ki, onlar birlikdə qayıtdılar və Ərbəin günü deməli İmam Hüseyn əleyhissalamın Kərbəlada məzarını ziyarət elədilər. Ərbəyində ordular, yəni Səfər ayının 20-sində. Ondan sonra oradan gəldilər Mədinə şəhərinə və beləliklə İmam Zeynul Abidin əleyhissalam deməli gəldi 35 il, ondan sonra 35 il yaşadı, təqribən 57 yaşına qədər ömür sürdü və dediyim kimi Hicrətin 95-ci ilində Mühərrəm ayının bugünkü günü 25-də Mədinə şəhərində Allah lənət eləsin, o dövrün deməli məlun, zalim, qəsbkar, qatil xəlifələrindən olan Vəlid ibn Əbdülməlikin vasitəsilə zəhərlənərək şəhid edildi. Allah deməli imamımızın məqamını ali eləsin və onun ziyarət və şəfaətini bizə nəsib eləsin. Əzizlər, mən istədim bugün bu İmam Zeynul Abidin əleyhissalamın deməli şəhadət günü münasibəti ilə bizim dəyərli izləyicilərimiz də məlumatlı olsunlar və bilsinlər ki, bizim 4-cü imamımız kimdir, nə zaman, harda, necə şəhid olub və onun deməli hansı tarixi sözləri var, hansı tarixi fikirləri var. Bunu istədim ki, biz izləyicilərimizə çatdıraq. Mən bir daha sizdən xahiş edirəm, bəyənmələri artırın. Mənim deməli indi icazənizlə səs və görüntünün yaxşı olması ilə bağlı məlumat verilib. Hacı Ədalət də qoşulub, mən təşəkkür edirəm və xoş gəldim deyirəm.
və görürəm ki, izləyicilərimiz, dəyərli izləyicilərimiz, xüsusən Hacı Salih Bağırzadənin azadlığı ilə bağlı fikirlər yazırlar. Biz də bunlara qatılırıq. Əlbəttə ki, bütün siyasi məhbuslar, vicdan məhbusları qeyd-şərtsiz azad edilməlidirlər. Bunlar birmənalı olaraq belədir. İlham Əliyev deməli həbs olunan hicablı bacılarımızı, jurnalist bacılarımızı, sonra qeyrətli kişiləri, Şeyx Sərdar başda olmaqla hamısını qeyd-şərtsiz azad eləməlidir. Bu deməli bizim əsas tələbimizdir. Əzizlər, mən indi istəyirəm sizlə deməli bugün qoyduğumuz sualı cavablandıram. Sual bundan ibarət idi ki, ABŞ İran arasında olan gərginlik, müharibə deməli növbəti mərhələsinə daxil olur. Bilirsiniz ki, 8 iyul tarixində NATO'nun 36-cı samitində, Ankara'da keçirilən samitində gözlənilmədən Trump deməli İranın vurulması ilə bağlı göstəriş verdi və o vaxta qədər İran ABŞ arasında bir tamat razılaşması var idi. Təqribən 60 günlük bir razılaşma var idi. Birdən-birə Trump deməli bəyan elədi ki, biz artıq heç bir razılaşmaya əməl etməyəcəyik. İran-ABŞ arasında heç bir razılaşmanı tanımırıq və İrana bir neçə zərbə endirdi. Əslində burada indi mən istəyirəm bu mövzunu o siyasi və iqtisadi hərbi tərəflərini deyil, sadəcə burada deməli kimin qalib gələcəyini və ehtimalların nədən ibarət olduğunu dəyərləndirək. Biz əvvəlki danışıqlarımızda da, canlılarımızda da əsas bu xətti qoyurduq ki, İran Epstein koalisiyası arasında gedən savaş bu bir günlük deyil. Çünki bu savaş hər hansı bir ölkənin arasında, iki ölkənin arasında baş verən torpaq uğrunda və yaxud da siyasi maraqların toqquşması uğrunda və yaxud da neft və digər deməli təbii sərvətlər, enerji resursları uğrunda baş verən savaş deyil. Bu ideologiya savaşıdır. Bu dünyanın sonunun deməli dünyanın sonunun formalaşması və yaxud da dünyanın sonunun korrektə edilməsi savaşıdır. Hər iki tərəf demək inanc üzərindən bu savaşa başlayıb və biz gördük ki, deməli Epstein koalisiyası amansızcasına bu savaşı aparır. Belə bir vəziyyətdə haqlı olaraq, məntiqi olaraq bir sual ortaya çıxır. Sual bundan ibarətdir ki, əgər tərəflər deməli heç bir halda güzəştə getmək istəmirlər və güzəştə getməyəcəklər, bu əminliklə belədir. Güzəştə getmək istəmədikləri bir savaşda deməli giriblərsə, kim, hansı tərəf daha çox qalib olmağı haqq eləyir? Bax, sual bundan ibarətdir. Biz əlbəttə ki, mən sualı canlıya başlayanda bəzi cavabları da gördüm. Demək olar ki, bizim izləyicilərimizin əksəriyyəti haqlı olaraq İslam inqilabının, İran İslam deməli Respublikasının qalib olacağını qeyd etmişdilər. Yeri gəlmişkən mən yeni qoşulan izləyiciləri və xüsusən Səid adlı bir istifadəçimiz də bizim yeni qoşulub, onu da səmimi qəlbdən təşəkkür edirəm, çox sağ ol deyirəm. Bizim canlını izləyirlər, qoşulurlar. Və əzizlər, bir şey də mən haşiyə olaraq qeyd edeyim. Bizim sayımızın az olmasına baxmayın. Əvvəla bizim sayımız indi az göstərir. Hal-hazırda bizi canlıda izləyənlər təqribən 15 nəfər izləyir. Bu bizi heç bir halda məyus etməsin. Çünki biz əslində canlıları, proqramlarımızı şou xarakterli və yaxud da yalandan nəyinsə üzərində qurmuruq. Biz həqiqətlərin üzərində qururuq və heç bir şoya da ehtiyacımız yoxdur. Ona görə də ancaq həqiqət axtaranlar və həqiqəti bilmək istəyənlər bizim canlıları izləyirlər, bizim proqramlarımızı izləyirlər. Bir nəfər olsa da belə bizi dinləyən, bizi izləyən bir nəfər olsa da biz yenə də deməli öz çıxışlarımızı edəcəyik. Hətta izləyən olmasa belə yenə də danışacağıq, yenə də YouTube'a yerləşdirəcəyik, yenə də canlı açacağıq ki, tarix
bizim deməli bu danışıqlarımızı şahid kimi ortaya qoysun. Ən azı Allah qarşısında öz vəzifəmizi yerinə yetiririk ki, bu cür mürəkkəb bir dövrdə biz kimin yanında dayanmışdıq? Bilirsiniz, məlum bir deməli məşhur daha doğrusu bir hadisə var. Bəziləri qurbağa deyirlər, bəziləri qaranquş deyirlər, bəziləri sərçə deyirlər ki, hansı ki onlar İbrahim peyğəmbər ota atılanda ağızlarında su aparırdılar və öz vəzifələrini və kimin tərəfində olduqlarını ondan bəyan eləyirdilər. Biz də həmən misalı deməli nə bacaracağıqsa danışacağıq. Heç izləyən olmasa da, bizi bütün hallarda ignor eləsələr də biz yenə də bu həqiqətləri çatdıracağıq və sanki hansı mövqedə olduğumuzu bununla göstərmiş olacağıq. Hacı yazıb ki, mən buradan paylaşa bilmirəm. Dostlar, mən icazənizlə belə bir deməli iş görək biz. Bir dəqiqə. Mən YouTube-dan birbaşa linki atıram bura. Siz linki açın, zəhmət olmasa. Linki açın. Bəli, zəhmət olmasa dostlar, xahiş eləyirəm. Mən sizə bu link göndərdim. O linkin üstünə vurun. O linkin üstünə vurandan sonra link açılsın. Link açılandan sonra siz o linkdən paylaşım eləyin. Əgər burada, çünki biz dediyim kimi biz bu bir xüsusi proqramla bu canlını açırıq. Ona görə də ola bilsin bəzi problemlər, paylaşımla bağlı bəzi problemlər çıxır. Yeri gəlmişkən mən Tamella xanıma bir daha təşəkkür edirəm ki, görüntü və səsin normal olması ilə bağlı bizi bilgiləndirir. Əziz izləyicilər, bəli, biz sualımıza qayıdırıq. Əslində mən çox bu bəyənmə, paylaşma filan bunlar haqqında çox dayanıb hər dəfə deyəndə biraz özüm də pis oluram. Elə bir sanki zorla məcbur eləyirəm. Amma deməli bu bizim dediyim kimi əgər komanda formasında çalışırıqsa və istəyiriksə ki, bu həqiqətləri çox adam eşitsin, bilsin, görsün, o zaman bəyənmə yaxşıdır. Amma da Allah köməyiniz olsun, nə deyək? Bəyənsəz də sağ olun, bəyənməsəz də sağ olun. Allah hər birinizin yardımcısı olsun. Bəli, biz mövzumuza qayıdırıq. Epstein koalisiyası ilə İran İslam Respublikası arasında baş verən müharibə burada deməli qalib kim olacaq? Əzizlər, bir sual bundan ibarətdir ki, bu müharibə dayana bilərmi və yaxud da bu iki tərəf arasında hər hansı bir razılıq əldə etmək olarmı? Və yaxud da bu iki tərəf arasında əl sıxışma mümkündürmü? Bu sualların hamısına net olaraq yox deyirik. Mümkün deyil. Bu iki tərəf nə əl sıxışacaq, nə razılaşacaqlar. Mümkün deyil bunların razılaşması. Çünki deməli mömin insanla şeytanın heç vaxt alış-verişi ola bilməz. Mümkün deyil möminlə şeytan alış-veriş eləsin. Tarixin bu gününə qədər heç bir halda şərlə batil, xeyirlə şər heç vaxt dost olmayıblar. Haqla batil heç vaxt yola getməyiblər. Tarixin əvvəlindən, Habil-Qabil dövründən deməli Xatəmül Ənbiyaya qədər və ondan sonraki dövrlərdə və bundan sonraki dövrlərdə aid olunacaq ki, heç bir vaxtda xeyirlə şər razılaşmayacaq. Heç bir halda gecə ilə gündüz eyni vaxtda olmayacaq. Yəni bunlar bu qədər əhəmiyyətlidir. Heç bir halda ağla qara bir yerə yığışa bilməz. Bunlar ayrı-ayrı bir-birinə zidd olan şeylərdirlər. Ona görə də Epstein koalisiyası ilə İran İslam İnqilabı, bunlar heç vaxt İslam Respublikası heç vaxt razılaşa bilməz. Heç vaxt deməli bunlar bir araya gələ bilməz. Heç vaxt bunların arasında sülh ola bilməz. Bunların sülhü ancaq inşallah Epstein koalisiyasının bir mənalı olaraq rədd olub, deməli məhv olub getməsidir. Bu bir mənalı olaraq belədir. Deməli, bu barədə, bu sual ətrafında bizim bəzi izləyici dostlarımız da sualı cavablandırdılar və dediyim kimi, böyük əksəriyyətin fikri budur ki, bəli, inşallah İran İslam Respublikası qalib olacaq, müqavimət xətti qalib olacaq, İslam ölkəsi qalib olacaq, mütləq qələbədir. Bunu nəyə əsasən deyirik? Biz İranı sevdiyimizə görə deyirik bunu, biz vilayət xəttini sevdiyimizə görə bunu deyirik və yaxud da biz Epstein koalisiyasına nifrət elədiyimizə görə bunu deyirik
Epstein koalisiyası dünyaya əxlaqsızlığı yayır, ədalətsizliyi yayır, haqsızlığı yayır, zorakılığı yayır, imperializmi yayır, uşaq qatilliyini adiləşdirir, xanımların, qadınların iffətini aradan aparmağı adiləşdirir, kişiləri qeyrətsizləşdirməyi adiləşdirir. Buna mı görə biz Epstein koalisiyasını lənətləyirik və onun məğlub olmasını istəyirik? Yoxsa burada bizim bir əsaslandığımız bir ciddi faktlar var, əsaslar var, argumentlərimiz var bizim. Əzizlər, əslində bunların hər ikisi doğrudur. Əvvəla biz insan olaraq deməli əxlaqsızlığı, qeyrətsizliyi, ondan sonra haqsızlığı təbliğ eləyən, yayan tərəflə hər zaman qarşı durmalıyıq. Onu lənətləməliyik və onun məğlub olmasını istəməliyik. Amma bu İranın mütləq qalib olacağı vədini, ümidini, güvənini bizdə yarada biləcək amil deyil. Bəs bu amil hansı amildir ki, İranın mütləq qalib olacağında bizdə ümid yaradıb, ümid verib bizə? Bugün bir ayə oxuyacağım mən sizin üçün və o ayədən məlum olacaq ki, bəli, biz ki deyirik ya, İran qalib olacaq. Biz ki deyirik ya, İslam inqilabının qələbə İslam inqilabınındır. Biz ki deyirik ya, Epstein koalisiyası qeyd şərtsiz məhv olacaq, rusvaycasına məhv olacaq. Bunu Quran ayəsinə əsaslanırıq. Əvvəla onu deyim ki, Quran ayəsi heç bir halda zarafat deyil. Allah bizdən zarafat eləməyib. Heç Peyğəmbər də bizdən zarafat eləməyib. İmamlar da bizdən zarafat eləməyib. Onlar, Allah, Peyğəmbər, imamlar Allahın yeryüzündə höccətləri olaraq Allahın vədlərini bizə çatdırıb. Allahın sözlərini bizə çatdırıblar və izah eləyiblər. Peyğəmbər çatdırıb, məsum imamlar da izah eləyiblər. Ona görə də Qur'anın vədələri, hansı vədələri veribsə, hansı sözləri deyibsə, bu günə qədər tarixdə onların hamısı öz əksini tapıb, öz reallığını tapıb, heç biri deməli yalanlanmayıb. Hamısı nə deyilibsə, hamısı da olub. Bu məntiqlə biz yanaşsaq, o zaman oxuyacağımız ayəyə əsasən İran İslam İnqilabının və müqavimət yolunun və vilayət xəttinin Epstein koalisiyası üzərində mütləq qələbəsi ilə bağlı bizdə mütləq bir fikir formalaşdırır. Hansı ki, o fikrə biz keçmişimizdə nələr baş veribsə dəqiq, gələcəkdə də o deməli vədənin reallaşacağını, qalibiyyət vədəsinin reallaşacağı ilə bağlı bizə heç bir şübhə yoxdur. Biz indi gəlirik Quran-ı Kərimdə Ali İmran surəsinin 12-ci ayəsinə. Əvvəla bu ayəni oxumamışdan əvvəl bu ayənin şəni nüzulu haqqında danışaq. Şəni nüzulu bundan ibarətdir ki, deməli, bilirsiniz, Hicrətin 3-cü ilində Bədir müharibəsi baş verdi. Bədir müharibəsi baş verdi. Bədir müharibəsi Mədinədən kənarda Bədir quyularının ətrafında baş verən bir müharibə idi. Məkkə müşriklərinin o vaxt təqribən bu Məkkə müşriklərinin başçısı Əbu Süfyan idi. Muaviyyənin atası, Yezidin babası, Allah lənət eləsin. Onların bir dənə karvanı Şam şəhərindən, Şamdan Məkkəyə gedirdi. Ticarət karvanı. Və Peyğəmbərə bu məlumat gəldi, çatdı. Peyğəmbər də 313 nəfərlə deməli gəldi, həmən o karvanı tutdu. Çünki müsəlmanlar ki Məkkədən qaçdılar, onlar hicrət elədilər, qaçdılar. Onların bütün malları, mülkləri hamısı qaldı Məkkədə və Məkkə müşrikləri o malı, mülkü hamısı müsadirə elədilər, özəlləşdirdilər, özlərinə götürdülər. Hansı ki o mal, mülk hamısı müsəlmanların idi. O mal, mülkü onlar qəsb eləyə bilməzdilər. Peyğəmbər də belə bir deməli göstəriş verdi. Müsəlmanlar 313 nəfər müsəlmanlardan ibarət bir ordu ilə gəldilər Bədir quyularının ətrafında Məkkə müşriklərinin Şamdan Məkkəyə gedən ticarət karvanına əl qoydular. Bu xəbər getdi, çatdı deməli Məkkəlilərə və Məkkəlilər 1000 nəfər ordu ilə yürüş elədilər Mədinənin yaxınlığında Bədir quyularının yanında ki, hansı ki müsəlmanlar orada onların o ticarət karvanını müsadirə eləyirdilər. Mən bu tarixi hadisələrin detallarına girmək istəmirəm. Sadəcə ayənin nazil olma səbəbini qısa şəkildə istəyirəm izah edeyim.
Sonra deməli bunlar gəldilər, Məkkə müşrikləri gəldi 1000 nəfərdən ibarət, Peyğəmbər də 313 nəfər müsəlmanlarla və bunların arasında bir savaş çıxdı. Adına qoydular Bədir müharibəsi. Bədir müharibəsi dediyim kimi orada Bədir quyularının kənarında baş verdiyi üçün bu belə adlandırıldı. O zaman da bəzi müsəlmanlar yeni iman gətirənlər var idi, bəziləri ilə Peyğəmbərə tam inana bilməmişdilər. Və həm də qorxu hissi vardı. O zaman çünki Məkkə müşrikləri o dövrün çox imkanlı tərəfi hesab olunurdu. Sanki indinin məsələn Amerikası kimi o dövrün özünün müasir hərbi silahları ilə təchiz olunmuşdu. Yaxşı, möhkəm, keyfiyyətli dəmirlərdən hazırlanmış o dövrə aid qılınclar, qalxanlardan istifadə olunurdu. Amma müsəlmanlar təbii ki, hələ yeni dövlət qurulurdu, zəif idilər və bu amil həm say baxımından, həm müasir silahların keyfiyyəti baxımından, təchizatı baxımından müsəlmanlarda biraz ümidsizlik var idi və s. Quran-ı Kərimdə Ənfal surəsi var. Ənfal surəsində bu haqda geniş məlumatlar var. Xüsusən o surənin təfsiri ilə bağlı Bədir döyüşünü izah eləyir. Mən izləyicilərimizi dəvət eləyirəm, Quran-ı Kərimin Ənfal surəsinin izahına, təfsirinə müraciət eləsinlər və həmin o Bədir savaşında baş verən proseslər orada xüsusi formada deməli izah olunur. Oradan daha ətraflı məlumat əldə eləyə bilərlər. Biz isə burada deməli canlı yayımın zamanını nəzərə alaraq bu məsələləri qısa keçirik. Və nəticədə 313 nəfər müsəlmanlardan ibarət olan ordu Peyğəmbər rəhbərliyi edirdi. 1000 nəfərlik müşriklərin ordusunu məğlub elədilər. Məğlub eləyəndən sonra Yahudilərdən bəziləri dedilər ki, bəs bu deməli bizim ki müqəddəs Tövratımızda biz oxumuşuq, bir peyğəmbər gələcək, o peyğəmbər ümmidir və o peyğəmbər heç bir döyüşdə məğlub olmayacaq. Bu elə həmən peyğəmbərdir. Deməli, o Yahudilərin arasında biraz çaxnaşma yarandı. Hansı Yahudilərdən söhbət gedir? O Yahudilər ki, onlar deməli Mədinənin kənarında yaşayırdılar və Xeybər qalasında, Xeybərdə yaşayırdılar. O həmən Yahudilər, onlar bu döyüşün nəticəsini gördülər və nəticəsini görəndən sonra bu fikrə gəldilər ki, bəli, biz Tövratda oxumuşuq ki, bir peyğəmbər gələcək və peyğəmbər heç bir zaman döyüşdə məğlub olmayacaq və ümmidir. Ümmi ona deyirlər ki, yəni heç bir məktəbə, heç bir mədrəsəyə getmədən, təhsil almadan savadlı olan, buna ümmi deyirlər və bizim peyğəmbərin də xüsusiyyətlərindən biri ümmidir. Yəni heç kim onun müəllimi olmayıb və o Allahın izni ilə Allahın ona öyrətdiyi bütün şeyləri bilib. Deməli, Xeybər qalasında, Xeybərdə yaşayan Mədinəlilər, daha doğrusu Yahudilər belə bir fikrə düşdülər ki, sən demə bu peyğəmbər elə sonuncu ilahi peyğəmbərdir. Orada da yaşayan qəbilələrin adları Bəni Qureyzə idi, Bəni Nəzir qəbilələri idi. Peyğəmbər də Məkkədən Mədinəyə köçəndən sonra, hicrət eləyəndən sonra buradakı o yaşayan o deməli Mədinə şəhərinin kənarında yaşayan o Yahudilərlə müsəlmanların arasında bir razılıq var idi, razılaşma var idi. Razılaşma bundan ibarətdir ki, çünki Mədinə artıq Peyğəmbərin nəzarətində idi. Mədinə əhalisi hamısı Peyğəmbəri müdafiə edirdi. Orada Yahudilər azlıqda idilər. Normalda belə Mədinə Yahudilərlə, o Xeybərdə olan Yahudilərlə müsəlmanlar arasında hər hansı bir savaş başlasaydı, o zaman o Yahudilər məğlub olardılar say etibarı ilə və başqa səbəblərə görə. Ona görə də bunlar cizyə vermək şərti ilə, Peyğəmbərə cizyə vermək şərti ilə orada bunların arasında bir razılaşma var idi. Amma elə ki gördülər, deməli belə bir hal baş verdi, bunlar bu fikrə düşdülər ki, yəni bu peyğəmbər sonuncu peyğəmbərdir və Yahudilərin arasında biraz parçalanma səbəb oldu. Ondan bir müddət orada dedilər ki, biraz gözləyək, biz hələ növbəti döyüşləri də gözləyək. Ondan sonra qərar verəcəyik ki, bu həqiqətən həmən peyğəmbərdir, həmən peyğəmbər deyil. Ondan sonra növbəti ildə Ühud döyüşü baş verdi. Ühud döyüşü bilirsiniz ki, müsəlman tarixində, İslam tarixində
müsəlmanların məğlub olduğu bir döyüşdür. Hətta peyğəmbərin özünə qarşı sui-qəsd edildi. Peyğəmbərin dişini sındırdılar. Həmən döyüşdə peyğəmbər əleyhissalamın deməli peyğəmbərə dəstək olduğu döyüşdə 70-dən çox müsəlmanlar şəhid verdilər və həmən döyüşdə ümumilikdə Uhud döyüşündə müsəlmanlar məğlub oldular. Bu Yahudilər bunu gördülər ki, deməli o Mədinənin ətrafında yaşayan Yahudilər gördülər ki, Uhud döyüşündə bəs bu peyğəmbər müsəlmanlar məğlub oldu. Sonra onlar təzədən qərara gəldilər ki, yox, əgər peyğəmbər məğlub oldusa, onda bunların kitabında yazılmış həmən o hər zaman bütün döyüşlərdən qalib çıxan peyğəmbər bu peyğəmbərdir. Bunu anlayandan sonra qərar verdilər ki, peyğəmbər burada məğlub oldu və onların kitabında yazılıb ki, sonuncu peyğəmbər ümmidir və heç bir zaman məğlub olmur. Bunlarda bu fikir formalaşdı ki, bəs bu həmən peyğəmbər deyil. Ondan sonra onlar deməli getdilər, bəli, Məkkəyə. Onlar yola düşdülər Məkkəyə. Təqribən yazırlar 60 nəfər Kəb Əşrəf adında bir nəfərin rəhbərliyi ilə 60 nəfər Yahudi getdi Məkkəyə. Məkkə müşriklərinin, çünki onlar əslində Mədinə Yahudiləri müsəlmanlarla aralarında bir müqavilə var idi, razılaşma var idi. Peyğəmbər və müsəlmanlar Uhud döyüşündə məğlub olandan sonra onlar bu razılaşmanı pozdular. Necə ki, bu günləri Amerika, İsrail heç bir razılaşmaya əməl etmirlər. Elə ki, görürlər ki, bəli, İran biraz zəiflədi, İrana biraz oldu, deməli, İran biraz imkanlar və yaxud da onu dəstəkləyənlərin sayı azaldı. Dərhal aralarında nə razılaşma var, hamısını cırıb atırlar. Bu əslində vəfasızlıq, əhdə vəfa etməmək, razılaşmanı pozmaq, xəyanət etmək bu Yahudilərin indiki xasiyyətidir ki, baxın, tarix görürsən, 7-ci əsrdə bunların peyğəmbərə qarşı necə xəyanətkar olduqlarını açıq şəkildə yazır. Quranın özü bu barədə yüzlərlə ayə mövcuddur ki, bunlar necə xəyanət eləyiblər, bu cühudlar hansı oyunlardan çıxıblar, bu cühudlar deməli Allahın dinindən istifadə eləsələr də, amma hər zaman öz maraqlarını üstün tutublar. Bunlar üçün heç bir deməli sözləşmə, razılaşma, söz vermə, bunlar üçün heç bir halda belə bir deməli dəyər olmayıb. Ona görə də bunlar gördülər Uhud döyüşündə peyğəmbər məğlub oldu. Dərhal peyğəmbərlə Yəhudilər arasında Mədinədə o imzalanan razılaşmanı dərhal pozdular. Necə bu günləri Amerika gördü ki, deməli NATO-nun üzvləri gəldi, Ankaraya toplaşdılar və onlar deməli birinci mərhələdə axı bilirsiniz hamımız heç bir NATO ölkəsi İrana qarşı savaşmaqda Amerikanın yanında durmadı. Amma burada bir müddət sonra, təqribən 4 aydan biraz çox sonra NATO-nun üzvlərini hamısını yığdılar Türkiyə 7-8 iyul tarixində və orada bir görüntü yaratdılar. O görüntü olan kimi dərhal Amerika dedi, mən razılaşma zad tanımıram. Düzdür, indi biz bunu müxtəlif başqa proqramlarda bu görüşün siyasi tərəflərini, hərbi, iqtisadi tərəflərini izah etmişik və yenə də edəcəyik. Burada mən nümunə üçün demək istəyirəm ki, vəziyyət dəyişən kimi az da deməli Epstein koalisiyasına tərəf biraz üstünlük əldə olunan kimi bütün deməli razılaşmaları hamısını atırlar zibil qutusuna, çöp qutusuna. Bu bunların işidir. Bu bunların ata-babalarının işidir. Bunlar ata-babalarının deməli və etdiklərinə sadiq qalırlar. Necə bunların ata-babaları Mədinədə Hicrətin 5-ci ilində o razılaşmanı peyğəmbərlə pozdular. İndi də Trump, Epstein koalisiyası İranla razılaşmanı pozur. Görsən, heç bir səbəb olmadan, özü xəyanətkarcasına, əhdə vəfa etməyəcək formada. Bunlar nə qədər əhdə vəfasızlıqları Quranda doludur bunların haqqında ayələr. Və əlqərəz, deməli bunlar belə elədilər, getdilər Məkkədə 60 nəfərin iştirakı ilə getdilər Məkkə müşriklərinin yanına. Dedilər ki, biz deməli Xeybər Yahudiləri, Mədinənin kənarında olan Xeybər qalası vardı ki, oradan gəlmişik. Biz istəyirik ki, sizlə razılaşma imzalayaq. Kimin əleyhinə? Müsəlmanların əleyhinə, peyğəmbərin əleyhinə. Bax, necə bu günləri baxın ha, görürsünüz, Epstein koalisiyası, ABŞ, bütün Yahudilər, bütün hər yerdə insanları toplayır, İslam'a qarşı olan, ondan sonra dinə qarşı olan insanları toplayır, ya məcbur eləyir İranın əleyhinə
əleyhinə birləşdirir, İran əleyhinə koalisiya yaradır. Əslində bunun kökü oradan gəlirdi. Yahudi deməli Mədinə yəhudiləri getdilər Məkkə müşrikləri ilə razılıq əldə elədilər, birləşdilər. Dedilər gəlin biz birləşək, bir dənə strateji müttəfiqlik müasir dillə desək, strateji müttəfiqlik bəyannaməsi imzalayaq və gedək Peyğəmbərin üstünə, Mədinənin üstünə, orada müsəlmanların hamısı məhv eləyək. Belə bir razılaşma ortaya çıxdı. Və belə bir vəziyyətdə təbii ki, müsəlmanlar gördülər ki, uduzdular Ühuddə. Sonra bunların müttəfiqləri olan, daha doğrusu Yahudilər ki, bunlarla razılaşmışdılar. Yahudilər bunlara arxa çevirdi, getdi, qoşuldular müşriklərə ki, bunların qüvvələri çox idi. Böyük bir dənə qüvvə yarandı müsəlmanların qarşısında. Müsəlmanlar özləri az, imkanları zəif, imkanları yaxşı deyil. Bütün imkanların əksəriyyəti hələ müşrikdilər bəziləri yahudilər, yəni müsəlman imkanı olanların da hamısı əlindən gedib imkanları. Hələ yeni ayaq açmaq istəyirlər. Belə bir vəziyyətdə deməli nə oldu? Başladı müsəlmanların biraz ümidsizləşməyə. Baxın, necə ki, indi görürsünüz, 47 il İranı saxlayıblar blokadada. İqtisadiyyatını gətiriblər aşağı. İranı hər tərəfdən, baxın, xəritəyə baxın arada, görürsünüz, İranın ətrafında belə hörümçək toru kimi İranın ətrafını torlayıblar. Bütün Körfəz ölkələri, sonra gəldi Azərbaycanda daxil olmağına, Türkiyədə daxil olmağına, Türkiyədə yəqin ki, Erdoğan hakimiyyətinin xəyanətini gördünüz. Erdoğan hakimiyyəti necə şəhid rəhbərimiz dəfn olunduğu gün Erdoğan Trumpla necə deməli qol-boyun olurdular. Quranda Bəqərə surəsi var. Bəqərə surəsində münafiqlər haqqında əvvəllərində bir ayə var. Münafiqlər haqqında deyirlər ki, münafiqlər elə ki gələrlər, müsəlmanları görərlər, müsəlmanlara deyərlər ki, biz sizinlənik, biz sizin adamımızıq, amma elə ki gedərlər, kafirləri görərlər, deyərlər ki, o müsəlmanlar səfehdirlər, biz səfehlərə alladırıq onları, biz sizin adamımızıq, biz sizinlənik və onlarla qol boyun olarlar. Erdoğan da eyni oyunu oynayır. İran arada deyir, mən səndənəm, müsəlman çıxır, ey Amerika, ey İsrail filan. Burada belə göstərir ki, mən güya müsəlmanlaram. Amma əslində kimləndir? Əslində Epstein koalisiyası iləndir. Əslində müsəlmanların düşmənləri iləndir, kafirlərləndir, münafiqlərləndir, cühudlarlandır. Erdoğan da bu şeyi gördü. Görürsünüz, bəli, İran bütün ətrafı hamısı xəyanətlə deməli, xəyanət torunu ətrafına salınıb İran. Və bugün əksər ekspertləri, siyasətçiləri dindirirsən, deyirlər ki, İran məğlub olacaq. Niyə? Ona görə ki, çünki bunlar hesablayırlar nə ilə? Bunlar hesablayırlar ordunun çoxluğu ilə. Bunlar hesablayırlar pulla. Bunlar hesablayırlar bazalarla. Deyirlər, regionda hər yerdə Amerikanın bazaları var. Hər yerdə Amerikanın hava hücumundan müdafiə sistemləri quraşdırılıb. Amerikanın F-35'ləri var. Amerikanın F-16'ları var. Ondan sonra Amerikanın B-2'ləri var. Amerikanın hərbi dəniz donanması var. Bunlar hara baxırsan Amerikanın əsgəri. Hara baxırsan Amerikanın silahı. Və bu insanlar da Qurandan xəbərsiz olanlar, Qurana məlumatı olmayanlar, Allahın yardımına inamı olmayanlar, bunlar da otururlar, riyazi hesabla gördüklərini hesablayırlar və bir tərəfdən də haqlıdırlar. Çünki bunların anladıqları budur da. Deyirlər ki, bəli, bu hesablamalara görə İran məğlub olacaq. Çünki Amerikanın o qədər gücü, o qədər pulu, o qədər tankı, o qədər hava hücumundan müdafiəsi, raketi, nəyi, bu tükənməz ki, bitməz ki. Amma İran nə var? İran 47 ildir blokadadadır. İran neftini sata bilmir. İran hələ 500 milyarddan çoxu dünya banklarında müsadirə olunub, geri qaytarılmır. Ondan sonra İran özü ilə yox, hələ İrana salam verəni cəzalandırırlar. Belə bir vəziyyətdə deməli, hamı İrandan qorxur və belə bir vəziyyətdə hamı Amerikanın az qalır ayağının altı, az qalır yox, ayağının altını öpür. Belə başqa yerləri mən demirəm. Bu vəziyyətdə ki, müsəlmanlar deməli, dediyim kimi Mədinə yəhudiləri getdilər Məkkə müşrikləri ilə Ühud savaşından sonra Məkkə müşriklərindən deməli birləşdilər
Birləşəndən sonra müsəlmanlar məyusluğa düşdülər. Müsəlmanlar dedilər, da bitdi, bundan sonra bizim işimiz bitdi, artıq da biz məğlub olacağıq. Bizim heç bir yerdən gücümüz gəlməyəcək. Allah bu ayəni nazil elədi. Baxın, bu qədər danışdım ha. Bu oxuyacağım ayənin şəni nuzuli haqqındadır. Bizim Nazim Camalov qardaşımız yazır ki, Ali İmran surəsi 139-cu ayə Azərbaycan xalqına aiddir, dövlətə yox. Yox, mən Ali İmran surəsinin 139-cu ayəsini demirəm. 139-cu ayədə deyir ki, və la təhinu və la təhsənu entumul a'lavna in kuntum mu'minin. Deyir, qorxmayın və məyus olmayın, siz ucasınız əgər mömin olsunuz. Bu ayrı bir ayədir. Bu da ümid verici ayədir. Çox ümid verici ayələrdən biridir. Mən sizə deməli bu qədər haqqında danışdığım mövzu Ali İmran surəsinin 12-ci ayəsidir. Ali İmran surəsinin 12-ci ayəsində Allah nə deyir? Bismillahirrahmanirrahim. Qul, ey peyğəmbər denən, lillezine kəfəru, kafirlərə denən. Çünki kafirlər aşıq oynadırdılar. O nə deyirlər? O bir dənə belə bir söz var ya Azərbaycanda bədii ədəbiyyatında, şifahi ədəbiyyatında unuttum. Aşıq atırdılar, yaşıq oynadırlar, belə bir fikir var. Yəni sevindiklərindən ayaqları yerə dəymirdi. Kafirlər deyirdilər, biz də Mədinə Yahudiləri də bizim tərəfimizə keçdi. Mədinə Yahudiləri çünki müsəlmanlar tərəfində idi. Ühud döyüşündən sonra keçdi müşriklərin tərəfinə. Ondan sonra güc də bizdə, pul da bizdə, at da bizdə, silah da bizdə, ondan sonra zireh də bizdə, hər şey bizdə. Biz müsəlmanları məhv eləyəcəyik. Bunu sevinirdilər. Allah isə Peyğəmbərə deyir ki, ay Peyğəmbər, sən o kafirlərə denən, sətu'ləbunə, siz tezliklə məğlub olacaqsınız. Sətu'ləbunə ərəb dilində tezliklə məğlub olmaq deməkdir. Siz tezliklə məğlub olacaqsınız. Baxın, təsəvvür edirsiniz ki, elə bir məqamda müsəlmanların Peyğəmbər başda olmaqla hamısı məğlub olacağını bütün o dövrün deməli göstəriciləri diktə eləyir ki, müsəlmanlar məğlub olacaq. Allah belə bir məqamda bir dənə xəbər göndərir Peyğəmbərə. Deyir, ay Peyğəmbər, o kafirlərə denən ki, çox atlanıb düşməsinlər. Onlar tezlikcə məğlub olacaqlar. Ayənin davamı var. Və tuhşərunə ilə cəhənnəm. Bax, iki dənə şey deyir. Sətu'ləbun, məğlub olacaqsınız tezliklə və tuhşərunə ilə cəhənnəm. Və cəhənnəm üçün toplaşacaqsınız. Cəhənnəm üçün. Bu ayədə təfsirçilər yazırlar ki, burada sətu'ləbunə, siz məğlub olacaqsınız və tuhşərunə və toplaşacaqsınız cəhənnəm üçün. Cəhənnəmdə toplaşacaqsınız. Yəni, bunların işi bu dünyada məğlub olmaqla bitməyəcək. Elə bilirsiniz, bu dünyada bunlar məğlub oldular, qutardı, yox. Hələ bu dünyada, bu başlanğıcdır. Bu dünyada 100% məğlub olacaqlar. Amma hələ o biri dünyası da var bunun. Qiyamət günü də var, cəhənnəmi də var. Və bunlar tuhşərunə ilə cəhənnəm, cəhənnəm üçün cəhənnəmə bunlar toplaşacaqlar. Və bi'səl mihad, özdə o cəhənnəm nə pis yerdir cəhənnəm. Pis, çox pis yerdir. Quran deyir. Bu ayə nazil olur. Bu ayə nazil olur hansı məqamda? O vaxtda nazil olur ki, bu ayə müsəlmanların ümid yeri qapanıb. Bütün üstünlüklər kafirlərin ixtiyarındadır. Baxın, belə bir məqamda Allah bir dənə ümid qapısı açır. Allah bir dənə ümid qapısı açır. Və həmən ümid qapısında Allah vədə verir ki, deyir, ay cəmaət, ay möminlər, siz qalib olacaqsınız. Nə ilə qalib olacaqsınız? Qalib olmaq üçün heç bir, deməli, qalib olmaq üçün heç bir ümid yeri yoxdur. Heç bir ümid yeri yoxdur. Amma Allah deyir, yox, qalib olacaqsınız. Mən yəttəqillah yəcəlləhu məxrəca. Əzizlər, Quran şəfadır, Quran dərmandır, Quran yol göstərir bizə. Bizim problemimiz
Qurandan uzaq düşməyimizdir. Allah nə deyir? Allah deyir, mən yettəqillah yəc'allahu məxrəca. Kim Allahdan qorxsa, Allah onun üçün bir dənə mütləq bir dənə çıxış yolu qoyacaq. Bir dənə yol göstərəcək ona, çıxış yolu. Allahdan qorxmaq, Allaha bağlılıq, Allahla oturub durmaq, Allaha itaət eləmək. Allah elə deyir ki, biz məsəl üçün necə olur? Bir dənə, iki dənə dost dostluq eləyir, bir-birlərini ən çətin gündə, xoş gündə buraxmırlar. Biz həqiqi dostdan deyirik, naxələflərdən demirik. Buraxmırlar, amma bir adam Allahla dostluq eləsə, Allah öz dostunu tək qoyar çətinlikdə. Mümkün deyil. Mümkün deyil Allah öz dostunu tək qoysun. Necə mümkündür axı? Bugün həqiqi İslamı dünyaya yayan İslam inqilabı, İran İslam Respublikası Allahla dostluq eləyir. Allah da gəlsin, desin ki, yox da mənim dostluğum bura qədərdir. Sənə yaxşı yol. Mümkündür bu. İnanırsınız siz buna. Allah bir dənə insan qədər, sadiq insan qədər dostluğa, deməli, sədaqətli deyil. Biz sadiq dostlardan danışırıq ha. Nə qədər oxumuşuq, nə qədər həyatda görmüşük, dostu üçün canını verib, axıra qədər müdafiə eləyib, yanında olub, həqiqi dostlar. Amma bir adam Allahla həqiqi dostluq eləsə, Allah onu dostluğuna xəyanət eləyər. Mümkündür. Bunu ağıl qəbul edir sizcə? Eləmir. İran İslam inqilabı, biz inqilabdan danışırıq ha. İran xalqından danışmırıq. Bəli, İran xalqı fədakar, xalq da inqilabın yanında durdu. Bu ayrı bir mövzudur. İndi biri çıxıb deyəcək ki, əşi İranda o qədər pis insanlar var, biz bunlarla da işimiz yoxdur. Əlbəttə var. 90 milyonluq insanın hamısı müqəddəs deyir ki, 90 milyon insanın bir qədəri də məsələn münafiqləri var, günahkarı var, ondan sonra ateisti var, deisti var, nəm Allaha təpiy atanı var, peyğəmbəri söyəni var. Varlar, bitmir ki varlar. Amma İslam inqilabı bir dənə yol götürüb, adın qoyub Əhl-i Beytdə gedən yol, vilayət yolu və dünyanın hər yerində Şiə məktəbini, həqiqi İslamı təbliğ eləyir. Allaha deyir ki, ilahi, mənim dostum sənsən. Deyir, demir, bəli deyir. Baxın, dünyada ki, bu dünyanın süper gücləri filan, İran, hamısı da İrana əl uzadırlar ki, get dostluq eləyək. Yadınızdadır da, mən bunu çox yerlərdə deyirəm. Bizim şəhid rəhbərimiz, Allah ruhunu şad eləsin, məqamını ali eləsin, şəhid rəhbərimizə Trump, dünyanın bütün ölkələrin başçıları Trumpla sadəcə salamlaşmaq üçün dəridən qabıqdan çıxırlar. Trump bir dənə öz birinci dövründə bir dənə məktub göndərdi şəhid rəhbərə. Şəhid rəhbərimiz məktubu heç açmadı. Dedilər, bu Trumpdan gəlib, sizə təqdim edirik. Rəhbər məktubu aldı, atdı zibil qutusuna. Bu nə deməkdir? Bu deməkdir ki, mən Allahın dostuyam. Rəhbərin bir dənə sözü vardı. Deyirdi ki, mən Əbəlfəz bayrağı altına girmişəm, heç vaxt o bayrağın altından çıxmaram. O bayrağa heç vaxt xəyanət eləmərəm. Bəh. Bunu dinlə deməklə deyir, ha, biz də indi deyirik, ya Hüseyin, va Hüseyin, kaş bugün bu dəmdə olaydım Kərbəlada, nə fayda, ha, boş sözlər. Amma göstərdi, rəhbər, şəhid rəhbərimiz Trumpdan gələn məktubu götdü, atdı zibil qutusuna. Bugün bizim şeyx sərdarımız, adını zikr eləyirlər, Hacı talihlərimiz, digər o qeyrətli kişilərimiz İlham Əliyev ilə bilsən onlara barışıq əli uzatmıyor. 100% uzadır. 100%. Amma nə eləyir? Gəlir, deyir ki, yox, mən zülmət zindanı seçəcəm. 20 illik, 15 illik, 17 illik zindanı seçəcəm. Mənim əlim sənin əlinə dəyməz. Biz deyirik, ya, İmam Hüseyin əleyhissalam dedi, Yezid, mənim kimilər, sənin kimilərə beyyət eləməz. Onun nümunəsi Seyyid Əli Xamneydir. Ləbbeykə ya Xamney. Onun nümunəsi Şeyx Sərdardır. Bu onun nümunəsidir. Necə ki,
Dedi mən gedib 17 il həbsə yatacam, 20 il həbs yatacam, şəkər xəstəliyi ilə ağır vəziyyətdə, hətta hələ orada da, içəridə də, həbsxanada da ağır şəraitdə və hələ onu karça da salırlar. Biraz da o cəza deməli bölməsinə salırlar. Amma mən sənə dediyi eləmərəm. İndi bir dəfə Şeyx Sərdar durub desə ki, İlham Əliyev, mən üzr istəyirəm, sən haqlısan, məni əfv elə, İlham Əliyev 5.50 onu buraxar, hələ ona bir dənə medal da verər. Deyər, bu kişi adamdır. Çəkər yanında da otsuzdurar, dünyanın hər şeyindən də təmin edir. Amma Şeyx Sərdarlar nə deyir? Deyir, yox, istəmirəm. Mən Hüseynçiyəm. Hələ Şeyx Sərdar kişidir. Axı bu Seyidə Şəhla və ondan olan o 5 dənə bacı, cəmin 6 hicablı bacı, onlar bugün Zeynəbin yolunu gedirlər. Ma rəəytu illa cəmila Kərbəlanın ən böyük şuarıdır. Gərək bu söz bütün qırmızı hərflərlə yazılsın, hər yerə paylansın. Şəhla bacı deyir, nə deyir indi onlar? O 6 dənə hicablı bacılarımız nə deyirlər? Keçən illəri Ərbəyində ehsana görə onları həbs elədilər, şərlədilər. Dedilər, yox, biz bu işi görəcəyik. İmam Hüseynin bəziləri o da var, bəziləri nadürüstü elədilər. İmam Hüseynin bayrağını saldılar, getdilər İngilis düzəltdiyi bayrağı keçirtdilər milli bayraq adı ilə məscidlərə. Amma bacılarımız, qeyrətli bacılarımız dedilər, yox, bu İmam Hüseynin bayrağı hər şeydən ucadır. Bax, elə budur da. Hələ mən bunu da ötürürəm. Bugün bizim İslamı o qədər də anlamayan, amma dürüst jurnalistlərimiz var. Mən əksəriyyətini tanıyıram, münasibətim olub. Bir yerdə işləmişik bəziləri ilə. Azərbaycanda bilirsiniz, mənim jurnalist fəaliyyətim olub. Onların çoxu ilə işləmişəm. Tanıyıram şəxsən onları. Din haqqında düzdür, gəlirdilər, söhbət eləyirdilər. Bəziləri elə məndən məsləhət alırdılar, sayğı duyurdular, sağ olsunlar mənə. Amma dürüst insanlar idilər. Onlar da eləyə bilərdilər də Mir Şahin kimi, Rauf Arifoğlu kimi. Gedərlər, deyər, keçərlər İlhamın qılıncının altına. Amma deyirlər, yox. Hələ onlar dindar deyirlər, ha? Dindar deyirlər. Onlar deyirlər, yox. Sən zalimsən İlhama. Sən biz heç bir halda sənə tabi olmarıq. Niyə? Bu yol kimin yoludur? Bu yol İmam Hüseynin yoludur. Hüseynçi bax budur. Hə, bəziləri namaz qılmırlar, heç məhərrəmliyi də saxlamırlar. Amma əməlləri Hüseynçi əməli. Çünki İmam Hüseynin əməli nə idi? İmam Hüseyin dedi ki, Yezid, sənin kimi əxlaqsız adam mənə rəhbər ola bilməz, İslam'a rəhbər ola bilməz. Bunlar da deyirlər ki, İlham, sənin kimi əxlaqsız adam Azərbaycan, əhl-i beyt sevər Azərbaycan xalqının rəhbəri ola bilməz. İndi gör kim Hüseynçidir? İndi gör hansı ki bəziləri Hüseyn deyib, mənbərlərə çıxıb, roza oxuyub, mərsi oxuyub, gedib İlham Əliyevin qılıncının altında baş əyib, boyun əyib, dünya malına yalayanlar Hüseynçidir, yoxsa bu cür qeyrətli bacılarımız, qardaşlarımız hansı Hüseynçidir? Əzizlər, baxın, bu məsələlər dillə deyil, sözlə deyil. Bu məsələlər əməl tələb edir. Və dediyim kimi, bu ayə ki, Allah Quranda Ali İmran surəsinin deməli 12-ci ayəsində buyurdu. Dedi ki, ay Muhammed, ay Peyğəmbər, sən o kafirlərə denən ki, arxain olmayın, sizin qoşunuz çoxdur. Arxain olmayın ki, siz 10.000 qoşundan Xəndəyd savaşında, Əhzab savaşında 3.000 ordunun üstünə gəldiniz. Allah bir dənə tufan elədi. Həzrət Aleyhisselam bir dənə zərbə ilə Ömər ibn Əbdüvədin cəhənnəmə vasil elədi. Allah da bir dənə tufan elədi. 10.000 qoşun yerlə yeksan oldu. Tarixdə var. Tarixdə belə şeylər çoxdur. Amma bunlara inanmaq lazımdır. Allaha bağlılıq lazımdır. Baxın, əzizlər, nəticə budur ki, bəli, biz ki deyir ya, İran İslam İnqilabı, İran İslam Respublikası, vilayət xətti, dirəniş cəbhəsi, Allah ordusu qalib olacaq mütləq. Biz bunu havadan sudan demirik, nə də zarafat eləmirik. Biz bu Quran ayələrindən əsaslanırıq. Quran ayələrini, keçmişdə baş verən hadisələri necə 100% əminlik,
gələcəkdə baş verən hadisələri də Quran deyirsə, ona da qəti şübhəmiz yoxdur. Bəli, bu əsasən inanırıq ki, Epstein koalisiyası mütləq rüsvayçı formada tezliklə məğlub olacaqlar və qiyamət günündə cəhənnəm üçün toplaşacaqlar. Hansı ki o cəhənnəm, Allah deyir, bi'səl mihad. O çox pis yerdir ora, çox pis yerdir. Orada görəcəklər. O cəhənnəm, yaşasın cəhənnəm Trump üçün, Netanyahu üçün, İlham Əliyev üçün, Erdoğan üçün və onun sifətində olan, onları dəstəkləyənlər üçün. Bax, biz buna əsasən deyirik ki, bəli, İran mütləq qalib olacaq. Çünki haqq yoldadır. Çünki Allahın dostudur. Allahın dostu yolunu tutub. Baxın, bu gün daha doğrusu 10 iyul səhər saatlarında İslam inqilabının böyük, əzəmətli, cəsarətli, təqvalı, elmli, fədakar, isar eləyən şəhid rəhbəri dəfn olundu. Nə ilə? Görürsünüz də, bir dənə köhnə evində yaşayırdı. Dedilər bu Rusiyaya qaçıb. Dedilər bunun Avropa banklarında bunun milyardları var. Dedilər bunun Qətər bankında, bəzi körfəz ölkələrində bunun Dubayda filan yerində nələri var. Nə oldu axırı? Axırı gəldi bir dənə köhnə evində, köhnə əbasından. Biz bir dənə köynəyi 4-5 dəfədən artıq geyinmirik. Yəni öz aramızda həqiqəti danışaq. Hələ dindarlarımızı deyirəm, hələ mollalarımızı deyirəm, ruhanilərimizi deyirəm. Bir dənə köynəyin biraz bir yeri, rəngi biraz solan kimi çıxartdı da bu bitdi təzəsin. Amma rəhbər, şəhid rəhbər geyindiyi əbanın qolları süzülmüşdü. Rəngi də neçənci ildən alıb bilmirəm. Ayağındakı ayaqqabılar ki, başmaq, nə'leyn deyirlər ərəblər, cırıq-cırıq idi. Şap-şapı. Şap-şapların ağzı belə açılmışdı. Şəkili var da internetdə görürsünüz. Axırda hardan çıxdı o? Sən demə, öz evində ailəsi ilə bir yerdəymiş. Allah lənət eləsin. Allah ona görə nə böyük bir dənə məqam verdi. Bütün şəhadəti ilə bütün dünyanı oyatdı. Hələ bundan bitməyib, ha? Siz elə bilirsiniz, İran-Amerika münasibətləri bundan bitdi? Yox, bitməyib. Hələ indi başlayır. Bu başlanğıcdır. Bu vaxta qədər Amerika təhdid eləyirdi, İran cavab verirdi. Amerika təhdid eləyirdi, İran yayınırdı. Amma bundan sonra artıq savaş indi başlayır. Deyir, adı qoydun dəyirmançı, çağır gəlsin, dən Koroğlu, belə bir şey var. İndi gəl. İndi gəl cavab ver. Qardaş, hələ İranın düz yolda olmasını, Seyyid Xamneynin düz yolda olmasını dünya indi anlayır. Bu günə qədər, 28 fevrala qədər Amerika Epstein koalisiyası dünyanın gözünə kül üfürürdü, gözünü bağlamışdı, pərdələmişdi. İran haqqında bir dənə xoş fikirləşə bilmirdi. O qədər mənfi şeylər danışmışlar, təbliğat aparmışlar. Hamı İranı xoxan kimi görürdü. Seyyid Əl-Xamneynin adını gələndə hamı deyir, teröristdir bu. Xariciləri deyirəm mən. Necə ki, Yezid, Allah lənət eləsin, İmam Hüseyin haqqında o görüntünü yaratmışdı. Bütün xariciləri yığırdı, deyirdi, bu xaricidir. Bu dindən çıxıb, bu din rəhbərinə qarşı çıxıb. Amma İmam Hüseynin şəhadəti ilə elə bildi, Yezid elə bildi ki, mən İmam Hüseyni şəhid eləsəm, öldürsəm, rahat nəfəs alacam. Amma nə oldu? Rahatlıq oldu ona. Xeyr. İndi də Amerika elə bildi ki, Epstein koalisiyası elə bildi ki, Seyyid Əl-Xamneyni öldürməklə, onun ailəsini qətl etməklə, şəhid etməklə elə bildilər ki, bunlar hər şey əla olacaq. İran xalqı gəlib Venezuela'da kimi gəlib Trump'a təşəkkür eləyəcək və bu da gəlib burada neftini aparacaq, oyun çıxardacaq. Yox, bu o toydan deyil. Siz hələ bundan sonra görəcəksiniz dünyanın neçə uzaq olduğunu. Allah sizə göstərəcək. Allah Quranda deyir ki, siz kafirlərlə savaşın, sizin vasitənizlə kafirlərin burunlarını yerə sürtək. İran deyir, bax, mən.
Allahın dostuyam, İslam inqilabı. İndi mən kafirlə savaşdım, sürt. Allah bir bütün o zalimlərin burnunu yerə sürtəcək, görəcəksiniz. Tələsməyin. İndi əl çalmaq, gülmək, deyir ən axırda gülən yaxşı gülür də. Bu belə bir misal var. İndi elə hayhuyla ABŞ gəldi, nəm oradan qaç, buradan qaç, o NATO'nun tədbiri, bu NATO'nun nəm nəyi, o nəm 7 böyük C7, bu nəm C20, bu nəm BMT. Bunların hələ oyunları var. Bunların oyunları görəcəksiniz. Yaxında görəcəksiniz ki, bu C7'lərdir, bu C20'lərdir, ondan sonra bu nəm NATO'lardır, bu nəm BMT-lərdir. Bunlar nələr çəkəcəklər və necə məğlub olacaqlar biabırçı formada. Və necə cəhənnəm üçün toplaşacaqlar. Tuhşərunə ilə cəhənnəm. Allahın vədəsidir. Əzizlər, budur məsələ. Biz buna inanırıq, adımız kimi inanırıq və ona görə də bir mənalı olaraq inşallah İslam inqilabının qələbəsinin arzusunu gözləyirik. Tezliklə bu baş verəcək və biabırçı məğlubiyyət Epstein koalisiyasını mütləq yaxalayacaq. Artıq yaxalayıb, amma mütləq o biabırçı məğlubiyyət onları məhv edəcək. Mən icazənizlə indi bəzi yorumlara göz atım. Bəli, əzizlər, bütün dostları, izləyiciləri mən səmimi qəlbdən təşəkkür edirəm, çox sağ olun deyirəm. Həqiqətən vaxt sərf edirsiniz, yorum yazırsınız və çox təəssüflər olsun ki, biz canlını yeni formatda apardığımız üçün 2 gündür bizim baxış sayımız azdır, izləyicilərimizin az görsənir və dünənki videomuzda canlıdan sonra da yenə də baxış sayı biz normalda 4000, 5000, 3000 ən azı deməli baxış sayı olurdusa orta hesabla dünənləri olduqca az oldu baxış sayı və biz həmişə bunu toxunuruq. Bu bizi narahat etmir və biz istəyirik ki, deməli bizim videolarımızı, canlılarımızı daha çox insan izləsin. O məntiqlə ki, məlumatlansınlar, maariflənsinlər. Amma biz bu hayhuyla, sonra şovla, sonra emosional düşüncələrlə, danışıqlarla istəmirik ki, hər nəyin bahasına olursa olsun baxış sayımız artsın, məntiqini qəbul eləmirik. Bir nəfər də olsa, 5 nəfər də olsa, 100 nəfər də olsa biz bu dediklərimizi eyni ruhiyyə ilə danışacağıq. Çünki biz bunu özümüzə vəzifə bilirik. Bunu Allahın dini üçün, İmam Zamanın zuhurunun hazırlığı prosesi üçün özümüzü bu formada vəzifəli hesab edirik və bu forma ilə İmam Zamanın zuhuruna hazırlığı da istəyirik. Bizim də bir duzumuz olsun. Əvvəl özümüzü islah eləyək, sonra da insanları bu baş verən proseslərdən məlumatlandıraq. Ona görə də nə qədər adam çox baxarsa, o qədər yaxşıdır. Bir nəfər də olsa, yenə də bizim üçün fərq etməz. Baxmayan olsa, yenə də bizim üçün fərq etməz. Yenə də biz zaten danışırıq və YouTube səhifəsində bunu yerləşdiririk. Bununla da öz mövqeyimizi qoyuruq ortaya. Əzizləyicilər, artıq deməli təqribən 1 saat yarımı keçdi canlının müddəti. Mən göz atıram, deməli sual görə bilmirəm. Elə fikirlər səsləndiriblər. İnşallah İranın qalib gəlməsi ilə bağlı. Çox minnətdaram Tamilla xanım. Təşəkkür edirəm xoş sözlərə görə. Mədinə xanım, yenə də sizə də təşəkkür edirəm. Sonra bizim başqa bütün izləyiciləri hamısına minnətdaram, var olun. Həqiqətən deməli, həqiqət çoxluqda deyil. Quranda, ayələrdə əksəruhum la yaqilun deyir. Çoxu iman gətirmədi, çoxu düşünmədilər, çoxunun ağlı yoxdur, çoxu fikirləşmir ifadəsi işlədir. Nə azlar var ki, çoxlara qalib gəldi. Əsas məsələ azlıqda, çoxluqda deyil. Əsas məsələ nəfslərin paçlaşması, təzkiyə nəfs və Allaha bağlılıqdadır.
mömin olmaqdadır ki, bayaq bilmirəm kim idi, qardaşlardan biri də Ali İmran surəsinin 139-cu ayəsini nümunə gətirmişdi, qeyd eləmişdi. Entumul a'lavna in kuntum müminin. Siz ən ucasınız, qorxmayın və qəmgin olmayın. Allah bizə, üzərimizə bir dənə vəzifə qoyub. Deyir ki, sən çalış, mömin ol. Qalan şeylər mənlidir. Dünyanı sərəcəm sənin ayağının altına. Baxın, Seyyid Əl-Xamneyi nümunəsində. Seyyid Əl-Xamneyi həzrətləri Allahın mömin olma çağrışına ləbbeyk dedi. Allah bütün dünyanı sərdi onun ayaqlarının altına. Baxın, bütün dünyada bir oyanış yaradıb, inqilab yaradıb, bir inqilab. Bunu biz hələ illər sonra dərk edəcəyik ki, Seyyid Əl-Xamneyinin şəhadəti dünyada nələr eləyib. Seyyid Əl-Xamneyinin şəhadəti, onun qəbrinin ziyarəti dünyada nələr eləyəcək, Epstein koalisiyasını necə çökürdəcək, diz üstə çökürdüb, bunu mən keçən dəfə dedim, onu necə ağzı üstə yerdən süründürəcək, biz bunu görəcəyik. Mütləq görəcəyik, ya, mütləq, bizə yaxında görəcəyik inşallah. Əzizlər, mən bir elanı da sizin diqqətinizə çatdırım. Biz dünən canlıda elan eləmişdik ki, deməli, qəbrin birinci gecəsi vəhşət namazı çox tövsiyə olunur və 9 iyul 2026-cı il tarixdə Seyyid Əl-Xamneyi cənablarını Allah ruhunu şad eləsin və onun ailə üzvlərini, özündən başqa 4 nəfəri, yəni ümumilikdə 5 nəfərin cənazəsi torpağa tapşırılacaqdı, dəfn olunacaqdı və biz ona görə də izləyicilərimizə səsləndirdik ki, həm Alman İmam Zaman Mərkəzinin üzvlərinə, həm də YouTube səhifəsi üzərindən olan izləyicilərimizə səsləndik ki, çox yaxşı olar şam və xiftə namazından sonra deməli vəhşət namazı qılsın. Amma dəfn mərasimi gecikdiyi üçün və dəfn mərasimi 10 iyul tarixində olduğu üçün səhər saatlarında İran yerli saatı ilə, ona görə də daha yaxşı olar ki, vəhşət namazı bugün qılınsın. Yəni 10 iyul tarixində, indi Almaniyada məsələn saat 8:20:36-dır, təqribən 90 dəqiqədən sonra, 100 dəqiqədən sonra, 1 saat 40 dəqiqədən sonra şam namazının vaxtıdır. Azərbaycanda indi yəqin ki, bu saatlar artıq şam namazının vaxtıdır və kimin imkanı çatırsa, şam namazından, məğrib namazından sonra vəhşət namazı qılsın. Mən vəhşət namazını izləyicilər üçün bir daha diqqətlərinə çatdırıram. Çünki vəhşət namazını elə internetdən də öyrənə bilərsiniz, ruhanilərdən də soruşa bilərsiniz, dəyərli ruhanilərimizdən. Amma hər halda mən özüm də bir daha təkrar edirəm. Vəhşət namazı çox sadə namazdır. Sübh namazı kimi 2 rəkətdir. İşa namazından sonra, yəni məğrib namazı 3 rəkət, şam namazı deyirlər. Sonra işa namazı 4 rəkət, xiftə namazı da deyirlər. Ondan sonra işa namazından sonra durursan ayağa, niyyət edirsən 2 rəkət vəhşət namazı qılıram qurbətən ilallah. Sonra Fatihə, Allahu Ekber, yəni təkbirətül ehramı bağlayırsan, sonra Fatihə surəsini oxuyursan, Fatihə surəsindən sonra Ayətül Kürsünü oxuyursan, yəni bu Qul Hüvəllahın əvəzinə Ayətül Kürsü oxuyursan, sonra rükû, səzdələr, sonra təzədən qalxırsan 2-ci rəkətə. 2-ci rəkətdə də Fatihə surəsi oxunur. Fatihə surəsindən sonra 10 dəfə, bunu təkrar edirəm, 10 dəfə Qədr surəsi oxunur. Qədr surəsi həmən İnna ənzəlnahu fi leylətil qədr. İnna ənzəlnah surəsi də deyirlər ona. Qədr surəsi 10 dəfə oxuyursan, sonra qunut tutulur, rükû, səzdələr, təşəhhüd, salamlar, salamların axırıncısı Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh deyəndən sonra deməli deyirsən Allahümmə salli ala Muhammed və ali Muhammed, Allahümmə bə'as səvabaha ila qəbri Seyyid Xamneyi İbni Seyyid Cavad, yəni atasının adı Seyyid Cavaddır, Allah hər şeyinə rəhmət eləsin. Ona deməli bu cür hədiyyə eləyirsən və yaxud da digər, mən indi çalışım, görüm rəhmətə həmən o şəhidlərin 5 dənə şəhidin adlarını burada tapa bilsəm, tez elə bura yorum bölməsinə yazacağam ki, o şəxslərin, bəli, tapdım. Burada bir şəkildir, mən o şəkili görüm
şəkil formasında paylaşıblar. Mən onu şəkil formasında da elə görün burada ata bilirəmsə bura. Bir dəqiqə görək biz bunu necə eləyirik. Yox, deyəsən bunu bacarmadım mən. Çox təəssüflər olsun ki, bunu mən şəkil kimi göndərə bilmirəm. Amma hər halda deməli dünyasında dəfn olunanlar Seyyid Əli Xamneyi, Seyyid Cavadoğlu, Seyyid Misbah Baqeri Muhammed Baqiroğlu, Şəhidə Zəhra Quləməli qızı, üzr istəyirəm, bu Seyyid Misbah deyil, Şəhid Misbahdır. Mən Seyyid Misbah səhv oxudum. Şəhid Misbah Baqeri Muhammed Baqiroğlu ikinci, üçüncü Şəhidə Zəhra Quləməli qızı, dördüncü Şəhidə Buşra Xamneyi Seyyid Əli qızı, bu deməli rəhbərimizin qızıdır. Dördüncü də Şəhidə Zəhra Məhəmməd Cavad qızı. Və bu 5 dənə şəhidin ruhuna vəhşət namazı qılıb hədiyyə eləyə bilərsiniz. Bunu da mən inşallah sizin üçün bir deməli məlumat olsun deyə məlumat verdim. Hər birinə təşəkkür edirəm. Deməli minnətdaram. Ümid edirəm ki, bugünkü canlımız da faydalı oldu. Allah amanında, Allah qorusun və bir-birimizi inşallah dua eləyək ki, Allah bu müqəddəs yolda bizi sabit eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah inşallah Ayətullah Seyyid Mustafa Xamneyi Həzrətlərini yerin göyün bəlasından, bütün fitnədən, fəsaddan, pis gözdən, pis niyyətlərdən hamısından qorusun və inşallah İslam ordusunu tezliklə qalib eləsin. Allah amanında.